Birinci kurslar üçün məsləhət videosu istəmişdiniz. Elə isə gəlin başlayaq. İlk olaraq deyərdim ki, dərslərinizə laqeyd yanaşmayın. Çünki əslində ilk semestr çox asan görünür, lakin əsas baza elə burada qurulur. İkinci məsləhətim isə o olardı ki, müəllimlərinizə yaltaqlıq eləməyə çalışmayın qiymət üstündə. Çünki o müəllimlə yolunuz ya bir semestr olur, ya da 2 semestr və bu da sizi çox şəxsiyyətsiz biri kimi göstərə bilər. Daha sonra qeydlər tutmağa çalışın. İnanın ki, imtahan vaxtı o qədər köməyinizə çatacaq ki. Dördüncü məsləhət isə yoldan keçən könüllülüyə qoşulmağa çalışmayın. Həqiqətən ixtisasınızla bağlı prestijli olan könüllülərə qatılın. Beşinci olaraq isə mən deyərdim ki, artıq öz pulunuzu qazanmağa çalışın. Maddi müstəqil olmaq yolunda addımlayın. Hansı iş olur? Məsələn, ingilis dilini bilirsiniz, hazırlıq eləyin və yaxud xırda-xırda part-time işlərdə çalışın. Və son məsləhətim isə o olardı ki, hər kəslə səmimi olmağa çalışmayın. Çünki bir çox vaxt insanlar öz mənfəəti uğruna sizlə səmimi olmağa, daha doğrusu səmimi görünməyə çalışırlar. Hamı ilə yaxşı münasibət qurun, yeri yerində, yerin tədris ilində hər birinizə uğurlar.